Əvvəlcədən bildirdi ki, o tamamilə səhnələşdirilmiş bir işdir. Ona görə onu legitimləşdirməyə heç ehtiyac yoxdur. Ona görə də ifadə verməkdən imtina etdi. Bu günləri məhkəmə prosesi məhkəmə çıxışları ilə davam etdi və yekunlaşdı. Məhkəmə hökmü elan etdi. Hökmə əsasən deməli ittiham üzrə Cinayət Məcəlləsinin 221 3-cü maddəsi ittihamdan xaric edildi. Amma Cinayət Məcəlləsinin 126-2-4-cü maddəsi ilə təqsirli bilinib. Emin İbrahimov barəsində 7 il azadlıqdan məhrum etmə cəzası təyin edildi. Məhkəmənin hökmünü tamamilə qanunsuz və əsassız hesab edirik. Həmin hökmdən apellyasiya şikayəti veriləcək və bütün məhkəmə instansiyalarına müraciət olunacaq. Nə üçün hesab edirik? Çünki siz özünüz də məhkəmə proseslərində iştirak etdiniz və gördünüz ki, Emin İbrahimovun təqsirli olmasına dair iş üzrə bir dənə sübut, dəlil mövcud deyil. Mən hətta o möhtəbərlik barədə danışmıram. Çünki bütün ittiham ancaq zərər çəkmiş şəxs hesab edilən deməli Kamal Şükürovun ifadəsinə əsaslanırdı. O ifadədə başdan ayağa ziddiyyətlərlə, yalanlarla dolu idi. Adi bir fakt mən deyim. Çünki zərər çəkmiş şəxs ifadəsində bildirdi ki, güya hadisə olan vaxtı onu təcili yardımla xəstəxanaya aparıblar və deməli 2 gün xəstəxanada müalicə alınıb, əməliyyat olunub. Amma iş üzrə sənədlərdə görünür ki, həmin şəxs deməli hadisə olub saat 15 radələrində, amma ayın 23 iyulda isə o Nizami rayon polis idarəsində ifadə verib. Görürsünüz nə qədər ziddiyyət var. Və həmin əgər söhbət ağır xəsarətdən gedirsə, şəxs bir sutkada demək müalicə müəssisəsində olmayıb. Əslində o öz ifadəsində bildirdi ki, 2 gün müalicə müəssisəsində olub. O da öz ifadəsində göründüyü kimi yalan ifadə verib. Və digər başqa sübut da yoxdur. Yalnız zərər çəkmiş şəxs hesab edilən deməli Kamal Şükürovun ifadəsidir. Başqa bir ifadə yoxdur, başqa bir dəlil yoxdur, başqa bir sübut yoxdur. Ekspertiza rəyləri də onları təksib edir. Ekspertiza rəylərində hadisəni təsdiq edən bir dənə sübut növü yoxdur. Və bu ziddiyyətləri aradan qaldırmaq üçün müdafiə tərəfi olaraq 9 dənə vəsadət verdiyi məhkəməyə, vəsadətlərin də heç birisi təmin olunmadı. Əvvəlcədən bildirdi ki, o tamamilə səhnələşdirilmiş bir işdir. Ona görə onu legitimləşdirməyə heç ehtiyac yoxdur. Ona görə də ifadə verməkdən imtina etdi. Və gördünüz ki, heç məhkəmədə də ifadə vermədi. Düzdür, o çıxışlar elədi, amma öz münasibətini bildirdi. Amma ümumiyyətlə iş üzrə, mahiyyəti üzrə ifadə vermədi. Hesab etdi ki, bu uydurma işdə nə ifadə verə bilər və onu necə legitimləşdirmək olar. Yəni ona görə ondan imtina etdi.